34 yaşı tamamladı. Bir qız evladıdır. Allah şəhidimizə rəhmət eləsin. Onun simasında cəm şəhidlərimizə Allah rəhmət eləsin. Adət və ənənəmiz, yəni bu yeni deyil, artıq 5 ildir ki biz qeyd edirik, 5-ci ilə qədər qoymuşuq. Amma hələ də gözümüzün qabağındadırlar. Hələ də görürsən ki, elə bir ki, dünən hadisələr baş verir. Kimlər üçünsə məsafə uzaq olsa da, biz valideynlər, yəni onu hər an, hər dəqiqə demək olar ki, qəlbimizdə zikr edirik, dini dildə desək, yad edirik, xatırlayırıq. Əziz şəhid anaları, ataları və digər qonaqlarımız, sizləri salamlayırıq. Allah sizlərdən razı olsun. Belə bir təklifi, dəvəti qəbul edib gəlmişsiniz. Sevda xanımdır, orada da sentizatörüdür qardaşımız, Rövşəndir. Allah salamatdır versin onlara. İnşallah onların da özlərinə məxsus bir ifaları olacaq. Yəni hərbi səpkilərlə bilmirəm, hansı xahiş edirəm ki, elə 2 əlini yapışdıq mikrofonu sonra almaq çətin olmasın. Yəni biraz ürək sözümü dedim, kifayətdən gələn ki, digərlərinə də söz verə bilək. Şəhidimiz Elgün Abbasının əziz xatirəsinə və onun simasında cəm şəhidlərin xatirəsinə bir dəqiqə sükut elan olunur.